Günayın 7'si 4-cü ay 2026-cı il Gəranboy rayonunun Gürməmətli kəndində sel daşqını zamanı cəmaatın 500 hektar yerini sulayan bənd buradan qırılıbdır, sel dağıdıbdır. Hal-hazırda buraları bərpa edirik. Kamazımız da buradadır. Texnika Gəranboy rayon Su Meliorasiya İdarəsinin texnikasıdır. Operator da Məmmədov Namiqdir. Hal-hazırda kamazımız da buradadır. İndi yolunu açacaq, kamaz da yaxınlaşacaq. Buraları daşıyıb dolduracaq ki o ahla su geçsin. Şoför kamazımız da Elçindir. Hal-hazırda arxın durumu bir dəqiqə bu vəziyyətdədir. Su getmir. Bəndi qırıb. Şimdi biz bu bəndi hal-hazırda buradan yığıb torpaq daşıyıb tökməliyik. Buraları doldurmalıyıq. Dərəni. Bu arxı yenidən bərpa eləməliyik. Ki cəmaatın torpaq sahəsini suvarmaq üçün bu arx çıxmalıdır ora, cəmaata su getsin. İnşallah Allah'ın köməkliyindən yekunlaşdırarıq. Hal-hazırda işlərimiz davam edir. 21 kamaz daşımışıq, doldururuq həmən dərəni. Yığdığımın da mənbəyi elə kanalın öz məcərəsindən yığılır. Həm aşağı düşsün, həm də ki səviyyə düzəlsin. Hal-hazırda 21 kamaz daşıyıb tökmüşük, yaymışam, daşıb. Bundan belə gənə də daşınır. Həmən yüyənəkləri doldur. Texnikalar gənə yenə Gəranboy rayon Su Meliorasiya İdarəsinin texnikasıdır, kamazıdır. Operator Elçin, ekskavator da Məmmədov Namiq. Hal-hazırda işlərimiz davam edir, inşallah yekunlaşdırarıq. Hələ ki buralar qalır. Kamaz çünki bura girə bilmir. Ora tökür, mən də oradan darıyıb bura tökürəm. Yolu düzəldə gedirik. Arxını yedi. Ora tökülür, oradan torpağı götürüb mən bu yüyənek yerə tökürəm də bu. Hal-hazırda bu yüyənek yeri yavaş-yavaş doldurulmuş. Bunun da yerindən yenidən təzə art çəkiləcək. Birləşəcək bura.
Burada işimiz yekunlaştı. Hemen ben de düzelteyim. Formada buralar kazıldı. Ben soruldu oraya. Orada. Su da oradan gelecek. Oradan gelecek. Ben de buranın bandını vurdum. Bu buradan da getdi. O yolluq dağlasıdır. O belə.